Kəmaləddin Heydərov ailəli olsa da adı tanınmış tiktokerlə hallanan məmuru işdən çıxartdı. Asıq-saçıq videoları ilə populyarlıq qazanan model bloger Chelsea Baxşıyevanı intim videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir. Pravda Azın əldə etdiyi məlumata görə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ötən gün Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb. Qeyd edək ki, model bloger Chelsea Baxşıyeva Oxu.az saytına açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli 2 uşaq atası olduğunun əvvəlcədən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini qeyd edib. Çox maraqlıdır Fövqəladə Hallar Nazirliyində bu intim söhbətlər niyə hələ də davam edir? Gah öz işçiləri ilə, gah da belə modellə ya kənarda etdiyi hərəkətlərlə. Bu Fövqəladə Hallar Nazirliyi yanğın söndürmə, fövqəladə hadisə olarkən insanları xilas etmək üçündür. Yoxsa